Hamıya salam. Bu vlog Balkan ölkələrinə olan səyahətimizin birinci hissəsidir və bu dəfəki vlog sırf Albaniyaya olan səyahətimizə həsr olunub. Ona görə hamınıza xoş seyirlər. Gəldik sevimli məkana. Keçən səfərimizdə, yəni bir həftə bundan öncə mən nədənsə düşünürdüm ki, bu terminaldan gedəcəyik, amma gəlib çatanda gördüm ki, o biri terminal məyus olmuşdum, amma nəhayət. Həqiqətən hava limanımız çox gözəldir. Yəni, bir çox ölkələrdə oluruq, görürük və bizim hava limanımız oradan da dünyada ən gözəllərindən biridir. Lounge zonasına yemək yeməyə. Mən hələm dərs inanarsınız ya yox. Bilmirəm, indi orada keçə biləcəm ya yox, sakitçilik olacaq, Wi-Fi yaxşı tutacaq ya yox. Amma keçmək planım var. Gəldik lounge hissəyə. Bizim kartlarımız var və o kartlar vasitəsilə bu hissəyə pulsuz girişimiz var. Deməli, bu hissəni göstərmək istəyirəm. Bu arada təmir olunub. Çox qəşəng olub, baxın, oradakı oturacaqları. Daha öncəki vloglarda göstərmişəm. Sadəcə olaraq o vloglardan çıxanı olmayıb, hələ ki editləməmişəm. Bu hissədə içəcəklərdir, yəni limitsiz şəkildə. Onlar bugün qaydaları pozaq, çünki mən sağlam qidalanmağa çalışıram. Amma kolanı gördüm və acam dəyişət. Ona görə düşünürəm ki, burada nədir baxaq. Keçən dəfə məsələn daha başqa cür idi. Artıq o vlog çıxanda da görərsiniz. Burada möhtəşəm mənzərə ilə oturursunuz. Burada çay, kofe və burada da her şey. Maraqlısı odur ki, biz Azərbaycan hava yolları ilə uçsaq da ekipajın üzvlərinin xarici olduğunu gördük və daha sonra burada Heston Airlines yazısını gördük. Və sən demə, Heston Airlines Litvada yerləşən charter avia şirkətidir və Azər ilə əməkdaşlıq edirlər. Rəhmət olmasın. Çox sağ ol. Sən bizi bura happy birthday. Bu hissədə isə baxmayaraq ki, hələm çatmamışdıq və bələdçilər nə qədər söyləsələr də xeyri yox idi. Bəzi sərnişinlər sadəcə ayaq üstə dayanmağa davam edirdilər. Bilmirəm hansı məntiqlə idi bu, sanki onlar bizdən daha tez çatmaqlarına inanırdılar. Hörmətli sərnişinlər, zəhmət olmasa əyləşin. Əyləşin. Milano, əyləşin. Salam. Salam. Hoş geldin. Driver information from your agency. Yaxşısınız İbrahim Bey? Evet. Yaxşı, Qulaq üstünə yaxşıdır. Deməli, biz İstanbula çatdıq. Çatan kimi bir hava limanından digər hava limanına keçid etdik. Avtobus ilə harısı 1 saat 20 dəqiqə yol gəlmişik. İndi bizi buradan götürəcəklər. Gecə tanışların evində qalacağıq. Sonra səhər tranzitimiz var. Daha doğrusu günorta. Deməli, biz mindik vapura, maşını qoyduq orada. Türkiyədə ən sevdiyim cəhətlərdən biri odur ki, bir çox yerə vapurla gedirsən, çox həzz verir insana. Uzun yoldan sonra növbəti nəqliyyat növünün vapur olması çox sevindirici idi və daha rahat idi təbii ki, çünki hərəkət edib, gəzib, hava ala bilirsən, xüsusən də dəniz havası. Burada isə dostlarımız Gilin evinə çatırıq və gecə olmağına baxmayaraq çox sağ olsun yoldaşı belə bir süfrə hazırlayır bizim üçün və birlikdə çox gözəl zaman keçiririk. Bura soyuqdur həqiqətən. Daha sonra ən sevdiyim Türk kahvaltısı. Türk kahvaltısını çeşidlərin çox olmasına görə çox sevirəm. Mən əslində əvvəllər səhər yeməyini heç sevməzdim, amma son zamanlar deyəsən çox sevdim. Bora mı atmak lazım?
Tabii bir tane artıq tranzitimiz var. Burada baxın artıq aparatlarla qeydiyyatdan keçirsiniz növbədə, sonra da yaxınlaşırsınız o hissədə bagajı verməyə. Keçən dəfə gələndə də belə idi, sadəcə o vlog yoxdur məncə, heç çəkməmişəm vlog o gəlişimizdə. Varsa da çıxmayıb kanalda. Deməli belə Pegasus'la uçduğumuza görə yemək verilir burada özümə. Oradan yeməyi aldım. Oradan gedirik qeydimizə. Təəssüf ki, lounge girməyə zaman qalmadı. Azdır, yəni girib çıxmamla eyni olacaq. Mənzərəni çox sevirəm də. En gözəl mənzərədir. Stay up down. Biz daha ucuz alırsak biz de sana ucuz. Sigara paketi 2,5. Birəmdə belə təyyarəyə çöldə minəndə çox xoşlayıram. Başqa emosiyalardır. Başlayaq. İdağlıdır. Koreyalılar doşirağı belə qarışdırırlar. Lunchbox. Deməli, biz çatdıq havalimanına. Artıq Albaniyadayıq. Belə bir kiçik havalimanı var və burada baxırıq ki, icarəyə avtomobil götürə bilərsiniz və cəmi 20 evrodur günlük. Bəli, maraqlıdır ki, havalimanını tərk edən kimi sanki sadəcə adi bir küçəyə çıxırıq. Belə. Biz gəlib çatdıq və ilk bizi təəccübləndirən oldu ki, ölkəyə girdik, pasport kontrolu keçdik və bizə heç bir möhür qoyulmadı. Düşündük bəlkə səhvəndi, amma çox güman ki, qanunlar belədir, möhür qoyulmur. Ben ise mühürleri kolleksiya etməyi sevirdim. İlk növbədə bura vizasızdır. Onu Fındık. Bütün fındık beyaz çikolatalar. Gözüm çok yani onu alacağım. Sonra bunu gördüm. Çok güzel bir şey. Yani bu farklı. Merhaba. Türk kanalları. Ama subtitrlandı. Altı yazıyla. Deməli biz çıxdıq indi, əynimizi dəyişdik, biraz istirahət elədik. Çıxmışıq yemək yeməyə. Oranı nə oteli çəkdim sizə. Ümumilikdə eləmə işə çəkməmişəm çünki çox acıq. Burada artıq qaranlıqdır. Bilmirəm normal gəzə biləcəyik ya yox. Və ümumiyyətlə bizə bura Qırğızstanı xatırlatdı. Bu hissə, bu meydan. Orada da eynən belə bir meydan var, bayraqdır. Və arxada yanında belə bir park var ki, çarx ilə. Və həmçinin də bu tip, baxın bu tipdə bina var orada. Əgər tapsam, video şəkilləri bura əlavə edəcəm. Burada isə nəhayət axşam yeməyini yeyəcəyimiz məkana gəlib çatdıq. Buranı bizə ev yiyəsi məsləhət gördü ki, həm qiymətlər sərfəlidir, həm də yeməkləri çox dadlıdır və həqiqətən də yanıltmadı bizi və ümumi ab-hava da çox maraqlı idi. Burada Sezar salatı sifariş verdik, hansı ki çox böyük və doyumlu idi. Onların məşhur tavadeo yeməyi milli yeməkləridir və həqiqətən çox dadlıdır. Daha sonra alban şorbası ilə pendirli göbələk sifariş vermişdik. Alban şorbasının da dadı həqiqətən maraqlı idi. Ümumilikdə bütün yeməklər çox
çox dadlı idi. İnsanların gözlədiyi sıraya görə nə qədər məşhur yer olduğunu anlaya bilərsiniz. 20, 30, 40 dəqiqə sıra gözləyənlər olur. Amma Albaniyaya gələrsinizsə mütləq tavada o yeməyini sizə məsləhət görürəm. Yeməyin özü qaymaqlı malatidir və həqiqətən çox məsləhət görürəm. Mən özüm sırf son günü o yeməyi dadmaq üçün bu restorana geri döndüm. Yəni o dərəcədə bəyənmişdim. Burada International Bookstore. Burada nəsə kitab mağazası var. Təbii ki, buraya girib görək suvenir falan nə var. Sizə də göstərək. Heç nə yoxdur. Çox sağ ol. Albania. 600 lira. 11 manat. Saya bilirik. Bunların kolleksiyası var bildiyiniz kimi. Amma çox balacadır. Milli geyimləri qəşəng. Ümumilikdə belə bir adi kitab mağazasıdır. Qeyri-adi bir şey yoxdur. Yəni sadəcə müxtəlif əşyalar da satılır əlavə olaraq. Baxın, burada da mangalar sevərlər üçün. Sadəcə böyük kitab mağazasıdır. İstənilən janrda kitablar tapıla bilər. Belə bir avtobusdur və içində milli geyimlər. Maraqlı. Oy. Çox maraqlıdır. Burada da var, baxın. Əslində bayraqlarının rəngləri gerbilə uyğundur. Albaniya yazılır. Özbək qablarına oxşuyur. Geldiğim olan burada bir market var. Burada Kinder'in müxtəlif növləri var. Kinder severler. Biz sonuncu dəfə Kinder bu yerlərdən elə iğrənmişik ki. İbo. Çok sağ ol. Hemen çekim. Uşağı bir də mən bir çək də. Dur sevgisi. Çekildik de. Çəkdim də. Gel bakın. Emin oldum. Ha bakın bir Buradan dondurma aldık. Əslində mənim deyil, İbo'mdur. Buyurun İbo bəy. Ay Allah. Teşekkürler. Mən də dadına baxacağım da təbii ki də. Buradan. Burada dondurma demək olar hər addım başı satılır. Bazarlıq eləmişik. 3 tane su almışam 25 manat pul ödeyim. 25 manat alırmadan sen ne anlamak olurdu? 3 tane yoğurt almışıq, 3 tane su, bir kasetdə kola. Biz qayıtdıq. Əslində otağı sizə göstərməmişəm. Bura heç. Dur. Burada belə bir art köşəsidir. Qaydalardır. Belə. Hər şey çox səliqəli. Sadəcə artıq biz bayaq gəlmişik deyənə. Biraz əşyalarımızı qoymuşuq. Orada, burada var artıq əşyalarımız. Və səhər tezdən çıxacaq deyənə artıq səhər yığışdırıb çıxacaq. Belə kiçik mətbəx var. Burada da belə çox şirin otaqdır. Burada da ki lazım olan hər bir şey var. Fendi, ütüdür. Hər şey çox tərtəmiz, səliqəlidir. Yetərincə yer də var hər şey qoymaq üçün. Sabahınız xeyir. Artıq ikinci gündür. Bu arada apartmanın terası səsidir. Çox da böyük terası var. Sadəcə dünən burada oturmağa vaxt olmadı. Baxın, o mərkəz hissədir. Elə. Şükür sağ ol. Çıxdıq çölə. Bura baxarıq da sonra suvenirlər.
Baxın, binaların üstündə maraqlı rəsmlər. Yoldan keçərkən isə hot-dog menyusu təklif edən bir məkan gördük. Adətən mən hot-dogu çox da sevməsəm də, şəkildə o qədər iştah açıcı görünürdü ki, ürəyim hot-dog istədi. Bu hissədə də. Murad mənim əşyalarımı daşır, çünki bayaqdan şəkil çəkdirdik. Çalışırdıq, amma alınmırdı. Bu da dünən gəldiyimiz həmin o hissədir, avtobuslu. Snow Globe'u sonra alarıq da. Burada da suvenirlər. Onsuz da bura qayıdacaq bu tərəflərə. Ona görə hələ ki tələsmirik almağa. Otelimizə gəlib çatdıq. Çox şirin yerdir. Burada market də var. Orada da market yazılıb. Bu məni çox sevindirir. Biz gəldik. Da-da-da-dam. Qəşəngdir. Boy. Görək bugün yeməyə nə var? Krevetkalı sup. Basmati. En sevdiğim şey de krevetka. Burada əlavələr edə bilərsiniz. Mən birinci baxıram, sonra artıq axıda götürməyi tərcih edirəm. Qəşəng, sağlıklı qidalar. Sağlam qidalanma üçün burada problem yoxdur. Значит, как мы скажем это предложение? So beautiful. Ve burada idman zalıdır. Güya geldim ki biraz trenajörlarda oğlum idman edim ama çok soyuqdur. İnanılmaz, yani çok dəhşət soyuqdur. Burada dözmək olmur. Ona görə mənim ən yaxşısı qayıdım nömrəmizə. Çünki xəstələnmək istəmirəm. Hələ qabaqda bizi nə qədər yol gözləyir. Deməli, artıq buranı tərk edirik. Check-out zamanıdır. Gidirik yeməyə, sonra da qaydırıq Tiranaya mərkəzə. Bura əsl yay məkanıdır. Amma indi də qış ayları olduğuna baxmayaraq yenə də xoşdur. Düzdür, mən hələm dəniz tərəfə gedə bilmədim. Hələm deyəndə ki, artıq buranı tərk edirik. Mən hələm də getməmişəm. Bu neçə günlər idi. Çəkmirdim. Çünki yəni demək olar eynidir menyu. Düşündüm ki, sizə maraqlı olar, olmaz bilmədim. Həm də çalışıram ki, content sizə faydalı olacaq bir şeylər olsun. Bəlkə kimlərsə bura gələr. Ona görə belə çəkirəm sizin üçün. Əslində
Hər gün demək olar eyni yeməklərdə oxşar, nəsə yeni bir şeylər əlavə olunur, amma hamısı təkrarlanır bir çoxu. Bugün məsələn balıq görmədim məsələn. Yəqin ora indi qabaqda olacaq. Baxın bir balıq var, ölçək kimi. Birinci gərək gəzərsən, baxasan, sonra ən axırda seçəsən, çünki bilmirsən də nələr qabaqda səni gözləyir. Orada pizzalar, həmişəki kimi, içəcəklərdir. Bu hissədə isə salat və belə deyək, soyuq atışdırmalıqlar, turşular və s. olur həmişə. İndi hal-hazırda adam azdır. Yoxsa burada tərpənmək olmur əslində. Bu hissədə də pendirlər və s. Belə. Digər hissədə də şirniyyatlar və meyvələrdir. İndi hal-hazırda şirniyyatlara baxa bilmirəm. Heç ürəyim istəmir şirniyyat və onlardan ürəyim bulanır. Amma belə aralarında burada məsələn paxlava olurdu, o dadda olurdu. Və budur. Qışın günündə gəlmişik. Dəniz kənarında, amma əməli başlı insanlar var burada. Amma çox gözəldir bura. Sırf burada gəlib istirahət etmək üçün. Çox. Artıq buranı tərk etmə zamanı gəldi. Bye otelimiz. Deməli, gəldik növbəti apartmenta. Əslində şəkillərdə heç də o qədər də wow görünmürdü. Yəni qəşəng görünürdü, amma düşünürdük ki, bundan qabaqki daha qəşəngdir. Baxın, bir otağı böyük ekranla, divanıyla. Bu Muradın otağıdır. Burada mətbəxi də var, qəşəng. Hətta paltaryan da olmalıdır. Yazılmışdı orada, indi baxarıq. Sonra genişdir ümumiyyətlə. Buradır. Bura hamam otağıdır, bura da genişdir. Və yataq otağı, artıq bizim otağımızdır. Belə böyük şkaf var. Belə. Yəni, kondisioner də hər otaqda var. Biz o biri apartmenti çox bəyənmişdik, amma orada çox üşüdük. O yüzden ona görə oranı bir də götürmədik ikinci dəfə. Orası soyuqluydu dəhşət. Kondisioner çatdırmırdı, işləmirdi. Belə çox şirindir buralar, baxın. Deməli, piramida adlanan məkana gəldik. Buradan yuxarıya qədər qalxmalıyıq. Görək. Biz yuxarıdayıq. Mənim ilk növbədə diqqətimi çəkən oradır. Deyəsən, kitabxanadır, baxın. Ya da bookshopdur. Belə bir... Mən də səni eləmi, elə oldu. İnan, o binanı görədim. 8 Да, брат, вот сейчас я впал в баню. Yenə gəldik həmin məkana, yəni o qədər buranı bəyəndik ki, təkrar gəlirik. Çox adlıdır burada. İbrahim, hello, I love. Ben de çekeyim. Çek ya. Bizimkileri atayım. Bir səhər leysan yağır, biz isə gedirik növbəti istiqamətimiz tərəfə, Montenegro'ya. Bugünlük bu qədər. Albaniya vlogumuzun sonuna gəlib çatdıq. Növbəti videoda isə sizinlə Montenegro macəralarımızı bölüşəcəm. Siz isə kanalıma abunə olub, videonu bəyənib, rəy bölməsində də fikirlərinizi yazsanız çox sevinərəm. Son zamanlar çox aktiv şəkildə videoları paylaşmasam da, o qədər xoş rəylər yazıb dəstək olursunuz ki, mən də ruhlanıram və sizin üçün daha da çox yeni videolar çəkib paylaşmaq istəyirəm. Ona görə bu mənim üçün çox vacibdir. Həmçinin də TikTok, Instagram və digər ingilis və Koreya dilində olan YouTube hesabımı da bölüşdüm. Əgər maraqlı olarsa, oradan da izləyə bilərsiniz. Gələn videoya dək sağ olun.